Heç düşünmüsünüzmü, niyə biz uşaqlarımıza mədəniyyət deyil, sadəcə tərbiyə veririk? Tərbiyəli olmaqla mədəni olmaq tamamilə fərqli anlayışlardır və bu fərq nədən ibarətdir? Niyə Azərbaycanın intellektual irsi Axundovlardan, Cavadlardan, müşfiqlərdən gələn o nəhəng enerji bugün yerini mənasız türk seriallarına və ucuz televiziya şoularına təslim edib? Biz harda səhv etdik? Niyə dünya mədəniyyət bazarında yoxuq? Yolumuz o bazara düşəndə isə ora yalnız başqalarının yaratdıqlarını almaq üçün gedirik. İstehsal etmək, dünyaya söz demək qabiliyyətimizi hansı milli tabuların içində itirmişik? Bugün biz Azərbaycan mədəniyyətinin gələcəyə doğru uzanan təhlükəli yolunu və bu yoldakı ən böyük maneəmizi, itaətkar tərbiyə tənəzzülünü danışacağıq. Əgər inkişaf etmiş xalqlara çatmaq, hətta onları ötmək istəyiriksə, bəzi köhnəlmiş qəlibləri dağıtmağın, yaxşı uşaq sindromundan xilas olmağın vaxtı çoxdan çatıb. Hazırsınızsa başlayaq. Çünki bugün danışacaqlarımız sadəcə sənət deyil, bir millətin sağ qalma mübarizəsidir. Mədəniyyət bir xalqın sadəcə keçmişi deyil, onun gələcəyi hansı keyfiyyətdə qarşılayacağının tənliyidir. Biz uzun müddət bu tənliyi yanlış qurduq. Mədəniyyəti yaşayan orqanizmdən çıxarıb onu toxunulmaz bir muzey eksponatına çevirdik. Bugün Azərbaycan cəmiyyətində mədəniyyət dedikdə ağla gələn ilk şey çox vaxt tozlu rəflərdə qalan arxiv materialları və ya yalnız xüsusi günlərdə xatırlanan folklor nümunələridir. Halbuki mədəniyyət statik bir miras deyil, daim yenilənən və cəmiyyətin ehtiyaclarına cavab verən dinamik bir proses olmalıdır. Bizim ən böyük strateji xətamız folkloru mədəniyyətlə eyniləşdirməyimiz oldu. Folklor bir xalqın daxili yaddaşıdır. Onun özü üçün yaratdığı məhrəm dünyadır. Mədəniyyət isə həmin yaddaşın bəşəri dilə tərcümə edilərək dünya bazarına çıxarılmasıdır. Biz qınımıza çəkildikcə yaratdıqlarımızı yalnız özümüz üçün dəyərli etdik. Bu, bizi dünya mədəniyyət xəritəsində istehsalçı deyil, sadəcə müşahidəçi statusuna saldı. Mədəni inkişafın zəifliyi məhz bu qapalılıqdan, bəşəri mövzulara milli deyil, bəşəri münasibət bəsləyə bilməməyimizdən qaynaqlanır. Cümhuriyyət dövrü maarifçilərimiz bu təhlükəni hələ bir əsr öncə görmüşdülər. Üzeyir bəy Hacıbəyli Leyli və Məcnunla muğamı operaya gətirəndə əslində bizə bir yol xəritəsi cızmışdı. Folkloru fundament kimi götür, üzərində bir modern mədəniyyət binası tik. Onların müasirləşmək ideologiyası Avropanı kör-körana təqlid etmək deyil, milli kimliyi qlobal rəqabətə hazırlamaq idi. Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə kimi mütəfəkkirlər dərk edirdilər ki, mədəniyyət fərdin azadlığından başlayır. Əgər fərd öz düşüncəsini qəliblərdən xilas edə bilmirsə, onun yaratdığı məhsul da cahanşümul ola bilməz. Bugünkü reallığımızda mədəniyyət bir hadisə kimi qəbul edilir. Teatra getmək, kitab oxumaq və ya klassik musiqi dinləmək sosial həyatın mərkəzində deyil, kənarında yerləşir. Biz mədəniyyəti gündəlik davranışlarımıza, etik normalarımıza və estetik zövqümüzə sızdıra bilməmişik. Bu səbəbdən də mədəniyyətimiz funksional deyil, fundamentaldır. Yəni var, amma işə yaramır. İnkişaf etmiş xalqlara çatmağın yolu mədəniyyəti məbədlərdən çıxarıb küçəyə, evə, məktəbə və ən əsası rəqəmsal dünyaya daşımaqdan keçir. Azərbaycan cəmiyyətinin bugünkü mədəni mənzərəsi böyük bir intellektual irsin üzərində oturan, lakin həmin irsi dövriyyəyə sala bilməyən, varlı olan yoxsul mənzərəsini xatırladır. Bizim mədəni inkişafımızın zəifləməsi təsadüfi hadisə deyil. Bu, həm tarixin vurduğu yaraların, həm də müasir dövrün gətirdiyi ucuz istehlak mədəniyyətinin nəticəsidir. İntibah dövrü Avropasında mütəfəkkirlər mədəniyyəti insan ruhunun azadlığı və elmi təfəkkürlə bir tuturdular. Leonardo da Vinci'dən Kantadək uzanan o xətt mədəniyyətin sadəcə əyləncə deyil, bir xalqın özünü dərk etmə forması olduğunu sübut etdi. Lakin bizdə bu dərk etmə prosesi məişət səviyyəsinə endirilib. Mədəni eroziyamızın ən ağrılı tərəfi yaradıcılıq potensialımızın qonşu xalqlardan, xüsusilə Türkiyədən qat-qat üstün olduğu halda, bugün həmin coğrafiyanın ən bəsit mədəni məhsullarının əsirinə çevrilməyimizdir.
Gəlin tarixi müqayisəyə nəzər salaq. Sovet dövrü Azərbaycan kinosu Nəsimidən 7 oğul istərəmə, ögey anadan bizim Cəbiş müəllimə, axırıncı aşırıma qədər dərin fəlsəfi, mükəmməl aktyor oyunu və estetikası ilə seçilirdi. Həmin illərdə Türkiyə kinosu hələ Cüneyt Arkının fantastik, məntiqdən uzaq Yeşilçam aksiyonları ilə kütləni əyləndirərkən, Azərbaycan kinosu insanın daxili aləmini, milli kimliyi və dramatik konflikti dünya standartlarında işləyirdi. Mirzə Fətəli Axundovun dramaturgiyası şərqdə ilk dəfə Avropa tipli tənqidi təfəkkür formalaşdıranda biz artıq modernləşmənin pioneri idik. Lakin bugün vəziyyət tərsinə dönüb. Biz Mikayıl Müşfiqin o incə, lirik və eyni zamanda üsyankar ruhunu yaradan bir xalqın övladları olaraq ekranlarımızı mənasız türk seriallarına, intellektual dəyəri sıfıra bərabər olan tok-şoulara təslim etmişik. Bu seriallar və tez tükədilən televiziya məhsulları cəmiyyətimizin zövqünü korlayır, tənqidi düşüncəni öldürür və insanları təqlidçi bir kütləyə çevirir. Bu sadəcə zaman itkisi deyil, bu bir millətin estetik genofonduna qəsddir. Biz Haqverdiyevin Xortdanın Cəhənnəm məktublarındakı satiranı, Cəlil Məmmədquluzadənin ölülərindəki dərin faciəni dərk etməyə əvəzinə ekranlardakı süni göz yaşları və ucuz intriqalarla ruhumuzu qidalandırırıq. Bu tənəzzülün səbəbi milli yaradıcılıq qabiliyyətimizin yox olması deyil, onun funksionallığını itirməsidir. Biz mədəniyyət deyəndə artıq yaradıcılığı yox, tərbiyəni, itayəti və hamı necə, mən də elə prinsipini başa düşürük. Halbuki mədəniyyət dağıdıcı olmalıdır. O, köhnəlmiş normaları, xurafatı və ətaləti dağıdıb yerində yeni bir dünya qurmalıdır. Bizim cəmiyyətdə isə mədəni adam obrazı səssiz, münaqişədən qaçan, rəngsiz bir tipə çevrilib. Bu, yaradıcı fərdin ölümüdür. Mədəniyyəti sosial həyatın kənarına, yalnız toy və yas mərasimlərinin, yaxud rəsmi tədbirlərin bəzəyinə çevirməyimiz bizi bugün istehlakçı xalq səviyyəsinə endirib. İnkişaf etmiş xalqlar, məsələn Almaniya, Yaponiya və Fransa xalqları mədəniyyəti iqtisadiyyatın və təhsilin mərkəzinə qoyublar. Onlar bilirlər ki, yaxşı mühəndis yetişdirmək üçün əvvəlcə onun estetik zövqünü və xəyal gücünü inkişaf etdirmək lazımdır. Bizdə isə təhsil mədəniyyətdən, mədəniyyət isə həyatdan qopub. Uşaqlarımız Müşfiqin misralarını əzbərləyir, amma o misraların daşıdığı azadlıq eşqini hiss etmirlər. Çünki ətrafdakı vizual mühit, o bəsit verilişlər və sosial media trendləri onlara tamamilə başqa bir reallıq diktə edir. Azərbaycanın mədəni eroziyaya uğrama haqqı yoxdur. Çünki bizim fundamentimiz həddindən artıq dərindir. Biz 20-ci əsrin əvvəllərində Şərqin ilk demokratik respublikasını quran, qadına seçki hüququ verən, opera yazan mütəfəkkirlərin varisləriyik. Bu miras bizə sadəcə fəxr etmək üçün deyil, rəqabət aparmaq üçün verilib. Bugün qonşularımızın mədəniyyət bazarında dominantlıq etməsi bizim zəifliyimiz deyil, bizim öz potensialımıza xəyanətimizdir. Biz yenidən yaradan xalq statusuna qayıtmaq üçün o tərbiyəli kütlə qınından çıxmalı, tənqidi təfəkkürü mədəniyyətin əsas mühərriyinə çevirməliyik. Mədəni inkişafın zəifliyi bir qədər də bizim rahatlığımızdan qaynaqlanır. Biz artıq çətin və dərin olanı yox, asan və rəngli olanı seçirik. Mədəniyyətin inkişafı onun toxunulmazlığında deyil, tətbiq olunma qabiliyyətindədir. Bizim ən böyük problemimiz mədəniyyəti bir alt qat kimi görüb, yəni onu fundament kimi görüb, onun üzərində bina tikməməyimizdir. Fundament möhkəm ola bilər, lakin orada həyat yoxdur. Həyat binanın yuxarı mərtəbələrində, yəni funksional sahələrindədir. Funksionallıq isə mədəniyyətin, həmin cəmiyyətin konkret problemlərini həll etmə bacarığıdır. Əgər bir xalqın musiqisi, ədəbiyyatı və fəlsəfəsi onun küçədəki davranışına, növbə mədəniyyətinə və bir-birinə olan münasibətinə təsir etmirsə, həmin mədəniyyət sadəcə ölü yükdür. Branislav Malinovskinin qeyd etdiyi kimi, mədəniyyət insan ehtiyaclarını qarşılayan bir vasitədir. Bizdə isə bu vasitə mexanizmi paslanıb. Məsələn, biz yol hərəkəti qaydalarını pozan sürücünü cərimə ilə tərbiyə etməyə çalışırıq. Halbuki, inkişaf etmiş cəmiyyətlərdə qırmızı işıqda dayanmaq qorxu deyil, estetik və etik bir zərurətdir. Yəni, mədəniyyət burada yumşaq tənzimləyici funksiyasını yerinə yetirir. Biz mədəniyyəti məbəddən, konsert zallarından, kitablardan çıxarıb sosial normaların mərkəzinə yerləşdirməliyik. Bu, mədəniyyətin utilitar, yəni faydalı tərəfidir.
Azərbaycanın mədəni intibahı sıfırdan başlamaq məcburiyyətində deyil. Bizim artıq bir əsr öncə yazılmış, lakin tarixi fırtınalar səbəbindən yarımçıq qalmış möhtəşəm bir modernləşmə layihəmiz var. 1918-20-ci illərin mütəfəkkirləri, operamızın banisi Üzeyir bəy Hacıbəyli, milli ideologiyamızın memarı Əli bəy Hüseynzadə, liberal düşüncənin nəhəngi Əhməd bəy Ağaoğlu, dramaturgiyamızın fəlsəfi zirvəsi Hüseyn Cavid, romantik ruhun tərcümanı Əhməd Cavad, maarifçilik hərəkatının sütunları Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə və publisistikamızın qılıncı Ömər Faiq Nemanzadə. Sadəcə bir dövlət deyil, yeni bir Azərbaycanlı kimliyi inşa etməyə çalışırdılar. Onların əsas hədəfi milli ruhu itirmədən bəşəri mədəniyyətin tam hüquqlu üzvünə çevrilmək idi. Bugün biz gələcəyə hədəfləniriksə, mütləq həmin simaların fundamentdən binaya keçid fəlsəfəsini yenidən canlandırmalıyıq. Üzeyir bəyin düsturu bugün də bizim üçün ən aktual metodologiyadır. O, operanı yaradanda nə muğamı Avropaya qurban verdi, nə də Avropa texnikasını rədd etdi. Əksinə, milli folkloru fundamenti götürüb, onu operanın funksional sənət növünün daxilinə elə bir ustalıqla yerləşdirdi ki, nəticədə həm bizə, həm də dünyaya xitab edən cahanşümul bir məhsul ortaya çıxdı. Bu, təqlid deyil, sintez idi. Bugün bizim ən böyük çatışmazlığımız budur. Biz ya keçmişə qapanıb qalırıq, ya da xaricdən gələn hər şeyi kör-körənə kopyalayırıq. Cümhuriyyət maarifçiliyi isə bizə özümüz olaraq dünyaya çıxmağı öyrədirdi. Əhməd bəy Ağaoğlunun mədəniyyət fərdi azadlıqdan başlayır tezisi bugünkü Azərbaycan cəmiyyəti üçün ən vacib dərmanlardan biridir. O dərk edirdi ki, fərd daxili qəliblərini qırmadan, tənqidi təfəkkürə sahib olmadan nə bir sənət əsəri yarada bilər, nə də bir sənaye qura bilər. Biz bugün tərbiyəli kütlə yetişdirməyə deyil, mədəni fərd yetişdirməyə fokuslanmalıyıq. Cümhuriyyət dövründə xaricə oxumağa göndərilən o 100 tələbənin hər biri bir mədəniyyət ixracatçısı və tərəqqi daşıyıcısı idi. Onlar sadəcə diplom üçün deyil, bir millətin vizyonunu dəyişmək üçün getmişdilər. Bu yarımçıq qalmış missiyanı bərpa etmək üçün biz mədəniyyətimizi milli qürur mənbəyi olmaqdan çıxarıb, milli rəqabət alətinə çevirməliyik. Maarifçilərimiz bilirdilər ki, mədəniyyət sadəcə şeir yazmaq deyil, o həm də demokratik davranış, qadın hüquqları, elmi düşüncə və birgə yaşayış estetikasıdır. Biz gələcəyin Azərbaycanını bu maarifçi ruh üzərində qurmalı, tariximizin o parlaq 2 ilindəki cəsarəti bugünkü rəqəmsal və qlobal dünyaya proyeksiya etməliyik. Əgər biz Üzeyir bəyin operada etdiyini bugün süni intellekt, kino və ya dizayn sahəsində edə bilsək, o zaman həqiqətən də maarifçilərimizin vəsiyyətini yerinə yetirmiş olarıq. Biz transformasiyanı uşaqlardan və onların tərbiyə anlayışına baxışımızdan başlamalıyıq. Bugün cəmiyyətimizdə kök salmış tərbiyəli uşaq modeli əslində yaradıcı fərdin ölüm fərmanıdır. Bizim anladığımız tərbiyə baş-aşağı olmaq, böyüklərin hər dediyini sorğusuz qəbul etmək, sosial normalara kör-körənə itaət etmək və hamını razı salmağa çalışmaqdır. Bu, istehlakçı və itaətkar insan yetişdirmək mexanizmidir. Lakin bizə lazım olan tərbiyəli deyil, mədəni insandır. Biz həm də əxlaq və tərbiyə anlayışlarını bir-biri ilə ciddi şəkildə qarışdırırıq. Bu qarışıqlıq sadə bir terminoloji səhv deyil. Bu, bizim inkişaf etmiş xalqlarla aramızdakı uçurumu yaradan əsas səbəblərdən biridir. Yanlışlığımız ondadır ki, biz əxlaqı tərbiyə kimi başa düşürük. Bu isə birbaşa olaraq uzunmüddətli müstəmləkəçilik psixologiyasının tabe olan fərd yetişdirmək mexanizminin nəticəsidir. Təəssüf ki, bugün Azərbaycanda metrodan tutmuş akademiyaya, televiziya studiyalarından yazıçılar birliyinə qədər hər yerdə fərddən əxlaqlı deyil, tərbiyəli olmaq tələb olunur. Bəs bu iki məfhum arasında hansı fundamental fərq var? Tərbiyə təşkil və tərtib olunmuş, süni və sintetik bir proqramdır. Tərbiyəli insan əslində öyrədilmiş vərdişlərin və davranışların mexaniki icraçısıdır. Tərbiyə vasitəsilə insana yaxşı vərdişlər aşılana bildiyi kimi, ən qorxulu və zərərli instinktlər də daxil edilə bilər. Məsələn, bugün cəmiyyətdə əxlaqsızlıq kimi qınadığımız bir çox davranışlar əslində ailə daxilində tərbiyə adı altında ötürülən kodlardır. Sovet dövrünün tərbiyəli cəmiyyət modelinə baxın. Tərbiyəli romanlar, tərbiyəli filmlər, tərbiyəli musiqilər. Amma nəticədə əxlaq və haqq qıtlığı ilə boğulan bir kütlə.
Eyni dövrün Avropasında isə bizim təbirimizlə desək, tərbiyəsiz rəsm əsərləri, tərbiyəsiz filmlər və musiqilər var idi. Lakin nəticədə fərdin haqqının qorunduğu bir əxlaq sistemi bərqərar oldu. Hegelin dediyi kimi, ailə çox vaxt cəmiyyəti özünə düşmən görən, övladını toplumun partizanı və ya paraziti kimi yetişdirən bir sosial tələyə çevrilir. Bugün ailələrimizdə müqəddəsləşdirdiyimiz o tərbiyə çox vaxt ictimai əxlaqa zidd olan vərdişləri, məsələn, özününkü olmayandan oğurlamaq instinktini uşağa aşılayır. Kraliçə Viktoriyanın İngiltərəsində tətbiq olunan həddindən artıq mühafizəkar tərbiyə üsulları ölkəni 19-cu əsrdə gizli əxlaqsızlıq yuvasına çevirmişdi. Eyni ilə Sovet tərbiyə sistemi də üstü bəzək, altı təzək insan tipi yetişdirirdi. Bu tip insan kitabda gəmini qayırmaq sözünü yazmağı ədəbsizliyi sayır, amma həmin kitabın nəşri üçün dövlətdən ayrılan pulu mənimsəməyi bacarıq hesab edirdi. Sovet insanı kollektiv rifahın oğrusu kimi böyüdülmüşdü. Bugün də həmin tərbiyənin qalıqları cəmiyyətin bədbəxtliyi üzərində öz şəxsi xoşbəxtliyini quran, elmin və mətbuatın xarabalıqları üzərində malikanə ucaldan kütləni formalaşdırır. Qərb dünyası bu fəlakəti görüb sosial ölçü kimi tərbiyəni və ailəni deyil, əxlaqı və cəmiyyəti seçdi. Biz isə hələ də ailəni dövləti əvəz edən yeganə model kimi görürük. Bu, müstəmləkə keçmişimizin travmasıdır. Dövlət bizim olmayanda ondan oğurlayıb, bizim olan ailəyə gətirmək instinkti canımıza elə hopub ki, bugün müstəqil dövlətimizdə belə eyni instinktlə yaşayırıq. Bizdə şəxsi azadlıqlara aid məsələlər ailədə müzakirə olunur, amma ictimai rifaha aid olan mövzular ailəyə yaxın qoyulmur. Buna görə də bizdə ictimai mənafe anlayışı yoxdur. Fərdlərimiz ailədən çıxıb cəmiyyətə qoşulanda mübarizəyə sıfırdan başlayırlar. Çünki onlar cəmiyyət üçün deyil, başqa bir ailə üçün yetişdiriliblər. İlk təhlükə ilə qarşılaşan kimi yenidən ailəsinin, tayfasının arxasında gizlənirlər. Gəldikləri hər yerə öz ailə tərbiyəsini və tayfa gücünü gətirirlər. Nəticədə isə el üçün ağlayan göz kor olar tezisi üzərində qurulmuş, fərdiyyətçiliyin ən eybəcər forması olan bir inanc sistemi yaranır. Biz bu patologiyadan yalnız əxlaqı tərbiyədən, cəmiyyəti isə ailə maraqlarından üstün tutduğumuz zaman xilas ola bilərik. Tərbiyəli adam mövcud dəyərləri qorumağa proqramlaşdırılmış bir keşikçidir. O, sistemin təkərləri arasında sürtünməni azaldır, lakin yeni bir təkər icad etmir. Mədəni adam isə dəyər istehsalçısıdır. Mədəni olmaq, mövcud qəlibləri sorğulamaq, lazım gəldikdə köhnəlmiş və inkişafa mane olan tərbiyə normalarını dağıtmaq cəsarətidir. Bəli, yeni bir dünya qurmaq üçün bir növ tərbiyəsiz olmaq, yəni ənənəvi itaət zəncirlərini qırmaq lazımdır. Çünki böyük kəşflər, innovasiyalar və sənət əsərləri icazə verilmiş dairənin daxilində deyil, o dairəni cıranların əli ilə yaranır. Uşaqlarımızı valideynlərin və müəllimlərin subyektiv tərbiyə qəliblərindən xilas edib, birbaşa mədəniyyətin öz tənəffüsü ilə böyütməliyik. Azərbaycan kimi ən az cizgi film çəkilən, ən az uşaq şeiri və musiqisi bəstələnən bir ölkədə böyüyən uşaq təbii ki, özünü mədəniyyətdən boyca balaca hiss edəcək. Bu qorxu və kompleks gələcəkdə onu mədəniyyətə qarşı qıcıqlı və ya ondan çəkinən bir fərdə çevirir. Biz uşaqlara mədəniyyəti bir mərasim kimi deyil, nəfəs aldıqları təbii mühit kimi təqdim etməliyik. Onlar anlamalıdırlar ki, mədəniyyət qüsursuzluq illüziyası deyil, daim axtarışda olmaq və köhnəni yenisi ilə əvəzləmək prosesidir. Gələcəyin Azərbaycanlısı geyimindəki mədəni kosmetika ilə deyil, düşüncəsindəki mədəni funksionallıq ilə seçilməlidir. Biz paltara, rəsmiyyətə və süni nəzakət qaydalarına hörmət edən bir cəmiyyətdən insanın yaratdığı dəyərə, onun intellektual üsyanına və kreativliyinə hörmət edən bir topluma çevrilməliyik. Mədəniyyətin dağıdıcı missiyası funksionallığı olmayanı yox etmək, yaradıcı missiyası isə bəşəriyyətə yeni söz deməkdir. Cümhuriyyət maarifçilərinin yarımçıq qalmış o böyük ideallarını, azad fərd və modern millət hədəfini yalnız bu cür radikal bir şuur inqilabı ilə tamamlaya bilərik. Bizim yolumuz fundamentin tozlu qatlarından çıxıb, həyatın qaynadığı yuxarı mərtəbələrə, yaradıcılığın və azadlığın zirvəsinədir.
Sonda isə bir həqiqəti dərk etməliyik. Mədəniyyət bizə sadəcə keçmişimizlə qürur duymaq üçün deyil, gələcəyimizlə rəqabət aparmaq üçün lazımdır. Biz gələcəyə doğru gedən yolda toy və yas mərasimlərinin estetikasına sığınan bir xalqdan qlobal rəqəmsal bazarın, elmi kəşflərin və modern incəsənətin əsas oyuncusuna çevrilməliyik. Azərbaycanın mədəni intibahı Üzeyir bəyin operadakı cəsarətini süni intellektə, Cavidin fəlsəfəsini kosmik texnologiyalara, Müşfiqin azadlıq eşqini isə fərdi hüquq və azadlıqlara çevirdiyimiz an başlayacaq. Bizim tərbiyəli olmaqdan daha çox mədəni olmağa ehtiyacımız var. Çünki tərbiyəli adam mövcud olanı qoruyur, mədəni adam isə mövcud olmayanı yaradır. Mədəniyyətə bir muzey eksponatı kimi deyil, dünyanı zənginləşdirən, onun gedişatına yön verən və ən əsası öz qınını bəyənməyib onu aşan bir yaradıcı güc kimi daxil olaq. Azərbaycanın intellektual enerjisi buna qadirdir. Yetər ki, biz mədəniyyəti sifətimizə yaxdığımız kosmetika deyil, ruhumuzun daxili mühərriyi edək. İntibah uzaqda deyil, o bizim sorğulayan ağlımızda və yaradan əllərimizdədir. Bura qədər bizimlə qaldığınız, bu çətin suallara birlikdə cavab axtardığınız və ən əsası mədəniyyətimizin gələcəyinə göstərdiyiniz bu dərin maraq və səbr üçün sizə minnətdaram. Unutmayın, həqiqi intibah kütlələrin itaəti ilə deyil, fərdlərin azad və əxlaqlı düşüncəsi ilə başlayır. Növbəti videoda zirzəminin daha dərin qatlarında görüşənədək. Hələlik.